Və burada artıq misal olaraq bu uyğunsuzluğu göstərmək istəyirəm ki, adətən sadələşdirilmiş vergi ödəyicilər bu uyğunsuzluğu alanda artıq nə edəcəklərini bilmirlər. Və bu uyğunsuzluq alma səbəbi odur ki, vergi ödəyicisinin dövriyyəsi yalnız elektron qayma fakturalardan formalaşıb, pərakəndə olaraq nə mal, nə də xidmət təqdim etməmişdir və qaymə təqdim olunması da onun vergi ödəyicilərinə mal satıb xidmət göstərdiyinin sübutu olduğuna görə vergi orqanı bu şəkildə məktub göndərir ki, artıq siz 218.6.1 maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur. Müraciət edib dəyişməlisiniz. Burada digər diqqət olunmalı məqam odur ki, sadələşdirilmiş vergi ödəyicisi olan hansısa rübdə, rüblük qaymə və kassa ya postterminal və ya da nağd çəkildiyi aldığı vəsaitlər arasındakı nisbət. Çünki 218.6.1-ci maddəyə əsasən sadələşdirilmiş vergi ödəyiciləri rüblük dövriyyəni yalnız 30% qədər elektron qaymə təqdim edə bilərlər.